Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Sizin üçün ümumi sınaq 7-nin izahatını verəcəyik. Yəni Time 2025 yeni sınaq toplusunun izahları ilə suallarımızı davam elətdiririk. Suallarımızın izahatına başlayaq. Birinci sualda qeyd edirik ki, xəritə cədvələ əsasən yanlış cavabı müəyyən edin. Burada qeyd edirik ki, 1-2 deməli, burada qeyd edilir ki, 1-2 yeni iqtisadi siyasət dövründə ərazisi sement zavodları inşa olunmuşdur. Sement zavodu Bakı, bir də Tovuzda inşa olunub. Ona görə də burada əsasən yanlış cavabı müəyyən edin deyir. Ona görə bu 1 ilə 2-ni görürük ki, bu Bakı və Tovuz ərazisi göstərilib. Ona görə yanlışdır. 3. 11-ci əsrdə ərazinin mərkəzi hakimiyyətə qarşı qiyamın baş verməsi. Bu da uyğundur. Məsələn, Beyləqanda bu Beyləqan ərazisi göstərilib. 3-cü ərazidə təbii ki, 11-ci əsrdə Musa ibn Fəzl qardaşının qiyamını yatırmaq üçün deməli Slavyanlara köməyinə çağırmışdı. Deməli 3-də var. 4. Neolit dövrünə aid olan əmək alətləri tapılmışdır. 4-ə baxırıq, məsələn, bu ərazi Ağcabədi ərazisi göstərilib və burada təbii ki, Kamiltəpə yaşayış yeri yerləşir. C də var. 5. 1992-ci il əməliyyatlar zamanı işğal olunan əraziləri ermənilərdən azad etmişdir. Təbii ki, 5-ə diqqətlə baxanda biz buradan aydın görə bilirik. Gəncə ərazisi, 92-ci deməli Gəncə Dağıt Goranboy ərazisinə düşür. Bu da var idi. Deməli, uyğun cavabımız Y variantı olar. 1-5 aprel döyüşləri zamanı əraziləri döyüş meydanına çevrilmişdir. Burada 1-5 ərazisinin aprel döyüşləri zamanı belə deyək ki, döyüş meydanının əslində bu ərazilərdə deyildi. Lələtəpə uğrunda gedən döyüşlərdir. Talış Yüksəkli Cəbrayıl və Füzuli rayon ərazisi o istiqamətdə olan döyüşlərdən söhbət gedirdi. Ona görə də Y variantı uyğundur. İkinci suala baxanda Heydər Əliyev ilə bağlı cədvəldə rəqəmlərlə yazılan ərazilərə uyğun olan variantları müəyyən edin. Birinci rəhbərlik dövrü, yəqin ki, bu Heydər Əliyev 2 dəfə prezidentdir. Birinci dəfə 1993-98, ikinci dəfə 98-2003-cü illərdə prezidentlik olunur. Ona görə də burada yanlış olaraq 1 ilə 2 göstərilməlidir əslində. 1 ilə 2 göstərilməlidir. Rusiyadan keçən şimal neft kəmərinin istifadə verilməsi. Birincisində burada birinci prezidentlik dövründə sosial iqtisadiyyatdan söhbət gedir. Sosial iqtisadi. Təbii ki, birinci prezidentliyi biz qeyd elədik ki, 93-dən 98-ci ilə qədər o hadisələrdir. Ona görə də burada deməli 1-də A getməlidir. Rusiyadan şimal neft kəmərinin istifadə verilməsi A 1-ə gedəcək. Sonra birinci rəhbərliyi dövrünə bu SSR rəhbərliyindən söhbət gedir. Şuşa tarixi memarlıq qoruğuna çevrildi. Bunu götürə bilərik. Təbii ki, B-ni götürə bilərik və eyni zamanda qeyd edilir ki, Azərbaycanda məsələn Bakı dəniz vağzalının inşa olunması da 70-ci illərdədir. Ona görə də burada B ilə C mədəni tədbirlərə aid götürmək olar birinci rəhbərlik dövründə. Üçüncüsündə də Azərbaycan Respublikasının ilk bələdiyyə seçkilərinin keçirilməsi ikinci prezidentlik 1999-cu ildə olduğuna görə ikinci prezidentlik dövrünə düşür. Deməli, burada 3-də də Y variantı olmalıdır. 1-də A, 2-də B, C, 3-də Y. Doğru cavabımız C variantında göstərilib. Növbəti deməli 3-cü suala baxırıq. 3-cü sualda qeyd edirik ki, Respublikaya aid olan sosial-iqtisadi uyğunluğu müəyyən edin. Mərkəzi hakimiyyətə qarşı qiyamların baş verməsi. Bu, təbii ki, mərkəzi hakimiyyətə qarşı qiyamların baş verməsi. Burada, deməli, burada 1-ə götürülmək lazımdır. 1-ə C bəndi gedəcək. Deməli, milliləşdirmə tədbirlərinin ləğv edilməsi. Mərkəzi hakimiyyətə qarşı qiyamların baş verməsi və deməli birincisində yəni A variantı getməlidir. Deməli, burada diqqətlə baxsaq, 3-cü sualda deməli
burada 1-ə getməlidir. 1-ci Respublika dövründə milliləşdirmə tədbirləri haqqında bir dekretin ləğv edilməsidir. Çünki bunu Xalq Komissarlıq Soveti dövründə mövcud idi, amma bu dekretlər ləğv olundu. Bu 1918-ci ilin oktyabr ayında idi. Ona görə də burada deməli burada deməli C bəndi gedəcək 1-ə. Mərkəzi hakimiyyətinə qarşı qiyamların baş verməsi, deməli mərkəzi hakimiyyətə qarşı qiyamların baş verməsi. Deməli 2-yə gedəcək, 2-yə. Deməli 2-yə burada Kürdən Bakıya su kəməri 1971-ci ildə çəkilib. Deməli 2-yə gedəcək. Ticarətin azad elan edilməsi də var. Deməli bunu ticarətin azad edilməsi bu ortaq cəhət olar. Deməli 4-ə B bəndi gedəcək. Deməli B bəndi gedəcək. 1-ə C, 2-də F, 3-ə də getməlidir. 3-ə D. Azərbaycan ərazisinin şimal-qərb hissəsi Bakı-Tiflis dəmir yol xətti ilə birləşməsi. Bakı-Tiflis dəmir yol xətti ilə birləşməsi D bəndi. Deməli 2-yə gedəcək. Bir də daha doğrusu 3-ə. Bir də Y Bakı-Tiflis qaz dəmir yolu deməli 2017-ci ildə inşa olunub. D Y təbii ki 3-ə gedəcək. Deməli 1-də C, 2-də F, 3-də D Y, 4-də B. Doğru cavabımız B variantında göstərilib. B variantı uyğundur. 3-cü suala baxdıq və 4-cü suala baxaq. 4-cü sualda qeyd edilir ki, Çinə açıq qapı sistemini tətbiq etdi. Yaponiyanın Sakit Okeanda fəaliyyəti məhdudlaşdırıldı. Deməli, Çinə açıq qapı tətbiq etdi. Burada deməli Yaponiyanın Sakit Okeanda fəaliyyəti məhdudlaşdırıldı. Təbii ki, bu Versal-Washington sisteminə aid, Versal sülh konferansına aiddir. Ona görə də burada deməli 2-yə getməlidir. 4-cü sualda. Deməli 1 getməlidir 1-ə. Sar kömür hövzəsinin Fransanın mülkiyyətinə keçdi. 4 uyğunluğu müəyyən edin. Yaponiyanın Sakit Okeanda fəaliyyəti məhdudlaşdırıldı. Bu təbii ki, Washington konferansına aid olan xüsusiyyətlər verilmişdir 4-cü sualda. Yəni deməli burada 4-cü sualda olmalıdır. 2-yə C bəndi getməlidir. Yəni ümumiyyətlə Washington konferansına aid olan qərarlardır. 2-yə C bəndi gediləcək. Deməli burada həmçinin belə deyək ki, yəni X olan variantda da 4 gedəcək. Təbii ki, Sakit Okeanda mülkiyyətin tanınması, birgə qorunması nəzərdə tutulur. Burada Yaponiyanın hüquqları məhdudlaşdırılır. Deməli, bunlar Washington konferansına aid olan xüsusiyyətlərdir. Deməli, Washington konferansı və eyni zamanda Sakit Okean bölgəsinin mülklərin tanınması ilə birgə qorunması nəzərdə tutulurdu. Bütün müharibələrdən dinc yoldan həll etməyi öhdəliyinə götürüb. Bu, Bryan-Kerlok paktına aid olduğuna görə bunu götürmürük. Həmçinin bir də Reyn təminat paktına aid olduğuna görə, eyni zamanda bu 2 ilə 3-ə aid olan belə təhlükəsizlik təmin edilməsi məqsədindən olduğuna görə 2 ilə 3 uyğun deyil. Bu təbii ki, Washington konferansına aid olan qərarlar verildiyinə görə burada B variantı uyğun cavab olur. Burada deməli 4-cü sualda B variantı olur. Növbəti 5-ci suala baxaq. Deməli 5-ci sualda qeyd edilir ki, xəritə cədvələ əsasən doğru cavabı müəyyənləşdirin. 5-ci sualda qeyd edilir ki, xəritə cədvələ əsasən doğru cavabı müəyyənləşdirin. Burada deməli 1-5-1989-cu ildə azad seçkilərin keçirilməsi. Burada Polşa, bir də deməli Macarıstan ərazisindən 1989-cu ildə azad seçkilərin keçirilməsi doğrudur. Bunlar SSR-nin tərkibinə çıxır. Deməli, ona görə də biri doğru cavab kimi götürəcəyik.
Sonra deməli həmçinin 2-3 ilk vaxtlar Dövlətlər İttifaqına müttəfiq olsalar da 1915-ci ildə rəqibə çevirdilər. 2 Almaniya, bir də İtaliya ərazisidir. Dövlətlər İttifaqında müttəfiq bunlar üçlər İttifaqında müttəfiq idilər. Dövlətlər İttifaqı sonradan yaradıldı. Ona görə də 2 ilə 3-ü götürmürük. Sonra deməli 3, 4, 5 Versalda imzalanan müqavilələr əsasən ərazilərin bir qisminin qonşu dövlətlərə verilməli və təzminat ödənməli oldu. 4 ilə 5 təbii ki Serbiya eyni zamanda Macarıstan ərazisi göstərilib. Doğrudur. Yəni bunu da uyğun göstərmək olar. 1 ilə 3 doğru cavabımız B variantıdır. 1-3 əraziləri 1943-cü ildə Almanlardan təmizləndi. 1-3 təbii ki bu Polşa ərazisi 1-3 43-cü ildə deyirsə yanlış götürəcək. 4 olmaz. 2-4 Birinci Dünya müharibəsi ilə respublika quruluşunun yaranması. 2-4 yəni burada Polşa ərazisi, daha doğrusu Almaniya arası 2 də Almaniya, bir də 4 Macarıstan yanlışdır. Deməli 5 də olmaz. Deməli burada doğru cavabımız B variantı olur 5-ci sualda. 6-cı suala baxırıq. Deməli Sündü kəndində məscid, Şeyx Cüneyd məqbərəsi, Təbrizdə Göy məscid. Şirvanda Əbu Tahirin dövründə inşa olunmuşdur. 920-ci ildə aid oldusa, deməli bu Sündü məscididir. 1-ə gedəcək B bəndi, 1-ə B bəndi gedəcək. Qusar rayonu Həzrə kəndində inşa olunmuşdur. Şeyx Cüneyd məqbərəsidir. B deməli B daha doğrusu Əbu Tahirin dövründə A 1-ə gedəcək, B 2-yə gedəcək, B 2-yə getdi. Təbrizdə Göy məscid isə deməli klassik feodalizm dövründə 13-14-cü əsrlərdə inşa olunmayıb, yanlışdır bu. Səfəvilərin Ərdəbil hakimliyi dövründə inşa olunmuşdur. Klassik feodalizm dövründə inşa olunmuşdur. Deməli 6-cı sualda olacaq. Deməli 1-də A bəndi getdi, 1-ə A bəndi getdi, 2-yə B bəndi gedəcək, 3-də Təbrizdə Göy məscid Səfəvilərin Ərdəbil hakimi dövründə, bir də klassik feodalizmi. Yəni Göy məscid 1465-ci ildə inşa olunub, Ərdəbil hakimliyi də mövcud olub. Ona görə də klassik feodalizm 15-ci əsrdə mövcud olub. Yəni 3-də də C, Y olar. Deməli 1-də A, 2-də B, 3-də C, Y. Doğru cavabımız 7-ci sualda Y variantında göstərilib. 7-ci suala baxırıq. Göstərilən döyüşlər aiddir. Cavanı döyüşü və Bakı döyüşü Səfəvilər dövlətinə aid xüsusiyyətlər aid ola bilməz. Çünki Səfəvilərin Ərdəbil hakimliyi dövrünə aiddir. Osmanlı dövlətinə aid də deyil. Cavanı döyüşü, Bakı döyüşü. Ağqoyunlu dövlətinə də, bəli, Ağqoyunlu dövləti dövründə Cavanı döyüşü Şirvanşahlarla Səfəvilər arasında olub. Yəni bu da Ağqoyunlu dövlətinə də aidlik göstərilmir. Şirvanşahlar dövlətinə aiddir. Bəli, Bakı ətrafında olan döyüşlər, eyni zamanda Cavanı döyüşü də Fərrux Yasarın məğlub edilməsi. Burada doğru cavabımız D variantıdır. 7-ci sualda və 8-ci suala baxaq. Deməli 8-ci sualda deyir ki, AXC-nin 1-ci Dünya müharibəsi illərinin həyata keçirdiyi tədbirləri uyğunlaşdırın. Burada 1-ci Dünya müharibəsi deməli 1918-ci ilin noyabrından 1914-cü ilin iyulun 28-dən başlayır. Deməli 1918-ci ilin noyabr ayına qədər davam edir. İndi burada deyir ki, hökumətin qərarı ilə üzərində ağ aypara və 8 yüşəli ulduz təsviri olan qırmızı parçadan hazırlanmış bayraq dövlət bayrağı kimi qəbul edildi. Bu 24 iyun tarixinə aiddir. Dövlət quruculuğu tədbiridir. Deməli 8-də olmalıdır. Burada deməli 8-də 1 getməlidir, 1-ə dövlət quruculuğuna aiddir. 1 olar, 1-1-ə gedəcək. Sonra qeyd edilir ki, Azərbaycan Dövlət Bankının yaradılması 1919-cu ildə aid olunur. 1-ci Dünya müharibəsinə dövrünə düşmür. Məktəblərin milliləşdirilməsi 1918-ci ilin avqust ayına aid olduğuna görə mədəni quruculuğa düşür. Deməli 3-1-ə düşür. AXC tərəfindən Naxçıvanda Araz Türk Respublikasının yaradılması 1918-ci ilin noyabr ayında idi. Deməli 1-ci Dünya müharibəsi dövrünə düşmür və ərzaq və bəzi xammalların məhsul xarici çıxarılması müvəqqəti qadağan olundu. Bu da sosial iqtisadi tədbirlərə aiddir. 5-də
uyğundur. Deməli, burada sualın doğru cavabı 1, yəni 8-ci sualda A variantı uyğun cavab olur. 9-a baxırıq. Fransanın 3-cü Respublika dövrünə aid olan hadisəni müəyyən edin. Deməli, 3-cü Respublika dövrü 1-ci Respublika 1792-1804, 2-ci Respublika dövrü başlayır. Deməli, 2-ci Respublika 48-52, 3-cü Respublika isə deməli 1871-1940-cı ilə aiddir. Fransız nümayəndələrinin Çar Rusiyası ərazisinə kapital qoyması. Burada deyək ki, aid olanı göstərin 9-cu sualda. Fransız nümayəndə Çar Rusiyası ərazisinə xarici kapitala qoyublar. A variantı uyğundur. Fransa-Prusiya müharibəsinin başlanması 1870-ci ilə aid olduğuna görə, deməli bunu götürə bilmərik. 3-cü Respublika 1871-dən başlayır. Sənaye çevrilişinin başa çatmasını da götürə bilmərik. Faşist hökuməti Fransanın cənub hissəsini nəzarət etməsi, bu deməli müharibədən sonrakı, 2-ci Dünya müharibəsindən sonrakı dövrə aiddir. Krım deməli müharibəsində Osmanlı ilə müttəfiq olması, deməli 3-cü Respublika 1871-ci ildə başladığına görə, Krım müharibəsi 1853-də başladığına görə Y-də uyğun deyil. Deməli 9-da A variantıdır. 10-cu sualda soyurqal və tirul torpaq sahiblərinin ümumi cəhəti. Deməli burada irsi xarakter daşımaz. Soyurqal Ağqoyunlu və Qaraqoyunlarda hərbi xidmət müqavilə verilən irsi torpağıdır. Tiyul torpaq sahibliyi də ümumi cəhəti şahın icazəsi ilə, yalnız şahın icazəsi ilə irsən keçə bilərdi, amma irsi torpaqlar deyil. Dövlətə xidmət müqavilə verilmələri, bəli. Düzdür, soyurqal irsən keçə bilirdi, amma tiyul şərti idi. Amma hər ikisi hərbi xidmət müqavilə verilirdi. Doğru cavabımız B variantı olar. 11-ci sualda qeyd edilir ki, Qubalı Fətəli xanın vergi islahatına aiddir. Vergilərin mahal nailləri tərəfindən yığılması qaydasının tətbiq edilməsi. Əslində kəndxudalar yığırdı. Bütün mükəlləfiyyətlərin ləğv edilməsi yanlışdır. 11-ci sualda və vergilərin toplanmasının xan yasavlarının bəzi mükəlləfiyyətlərindir. Vergilərin toplanması deyil. Vergilər kəndxudalar tərəfindən toplanaraq birbaşa xan xəzinəsinə təhvil verilməli idi. Bəli, doğrudur. Mahal naiblərinə imkan verilmir. Ona görə D uyğundur. 11-ci sualda və 12-ci suala baxırıq. Burada qeyd edilir ki, Mir Mövsüm Nəvvab, Xurşudbanu Natəvan və Mirzə Qədim İrəvaniyə aid əsərlərin sadəliyi ilə seçilirdi. Sonra bədii tikmə ustası xəttat rəssam idi. İrəvan xan sarayının bərpasına çalışır. İrəvan xan sarayının bərpasına çalışıb Mirzə Qədim İrəvani, C gedəcək 3-ə. Bir də Abbas Mirzənin portretini də o yaradıb. Deməli, C-də 3-ə getməlidir. Deməli, burada A variantı uyğundur. 1-ə gedəcək. Deməli, əsərləri sadəliyi ilə fərqlənirdi. A, deməli, 1-ə gedəcək. Təbii ki, B, bədii tikmə ustası xəttat rəssam olmaq Xurşudbanu Natəvana aiddir. Deməli, 2-də B, 1-də A, 2-də B, 3-də C-dir. Deməli, uyğun cavabımız 12-ci sualda A variantı olur. 13-cü sualda Bağdad döyüşü və Əsəd qəsəbəsi yaxınlığı döyüşdən fərqli olaraq Bağdad döyüşü 1394-cü ilə, Əsəd 1410-cu ilə baş verib. Deyir ki, Bağdad döyüşü Əsəd qəsəbəsinə fərqli olaraq Baharlı dövlətinin qüvvələrinin iştirak etməsi bu heç birinə aid deyil. Teymuri dövlətinin qüvvələrinin məğlub olması Əsəd qəsəbəsi yaxınlığı fərqli olaraq bu Teymuri qüvvələrinin əslində qalib gəliblər. Əmir Teymur 1394-də qələbə qazanıb. Cərayirlər ilə Baharlı dövlətinin müttəfiq olması. Bəli, Bağdad döyüşünə müttəfiq idilər. Əsəd döyüşünə bir-birinə mübarizə aparmışlar. Ona görə də C uyğun cavabdır. 14-cü sualda ABŞ-ın 1-ci Dünya müharibəsindən sonrakı dövrlərində fərqli və ortaq cəhətlərini müəyyən edin. Deməli, burada deyir ki, 14-cü sualda 1-ci Dünya müharibəsindən sonra ABŞ nümayəndə heyətinin Azərbaycan nümayəndə heyəti ABŞ-ın prezidenti tərəfindən qəbul edilməsi. Bəli, bu Paris konferansında idi. Təbii ki, onlar 3 ay gecikib may ayında qoşuldular. Ona görə də uyğun cavabımız A uyğundur. ABŞ hökuməti AXC-də hərbi müqavilə ABŞ hökumətinin AXC ilə hərbi müqavilə imzalanması. Deməli 14-cü sualda burada 1-ci Dünya müharibəsindən sonra deyir, SSR-in rəsmən tanınması.
Deməli, burada SSR-ni rəsmən tanınması. SSR-i Birinci Dünya müharibəsindən sonra deyək ki, ABŞ bəli, deməli SSR-ni tanıyıb, bəli, 1933-cü ildə düzdür. ABŞ hökumətinin AXC ilə hərbi müqavilə bağlanmayıb. Xeyr, B uyğun deyil. Deməli, bir də AC olur. Üçüncüsünə baxanda 2-ci Dünya müharibəsindən sonra Nixonun impeachment prinsipi əsasında vəzifədən kənarlaşdırılması, 2-ci Dünya müharibəsindən sonra Nixonun prinsipi əsasında impeachment təhlükəsi qarşısında qalıb, düzdür. Prinsipi əsasında deyil, A yanlışdır. Sonra burada deyir ki, üstə həmçinin qeyd edilir ki, Harry Truman iştirakı Almaniyanın dövlət sərhədlərinin müəyyən olunması. Bu da yanlışdır. Dövlət sərhədləri müəyyən olması. B də uyğun deyil. İlk fərdi kompüterlərinin yaradılması. Bu, Birinci Dünya müharibəsi dövründə idi. Sərhədlərin müəyyən olunması, deməli, Krım konferansda idi. O, 2-ci Dünya müharibəsindən, deməli, əvvəl idi. Daha doğrusu, müharibədən sonra deyir. 2-ci Dünya müharibəsi dövründə olduğuna görə götürmürük. İlk fərdi kompüterlərinin istehsalı isə 1981-ci ildə, yəni 20-ci əsrin 80-ci illərinə aid olduğuna görə götürürük. Deməli, C uyğundur və eyni zamanda qeyd edilir ki, ortaq cəhət konstitusiyaya əlavə düzəlişlərin verilməsi, bəli, məsələn, Woodrow Wilsonun dövründə də olub. Eyni zamanda burada həmçinin Lyndon Johnsonun dövründə də olub. A uyğundur. Sonra xarici kapital ixrac edən ölkədən ithal edən ölkə çevrilməsi. Əslində 2-ci Dünya müharibəsindən sonra ABŞ daha da dünyanın liderinə çevrilib, ithal edən ölkəyə çevrilməsi təbii ki, bu yanlışdır. Dünya müharibələri zamanı təqib olmuş dövlətlərin müharibədən sonra sülh müqaviləsi imzalanması. Bu da doğrudur. Deməli, 1-də AC, 2-də AC, 3-də C. Doğru cavabımız A variantında göstərilib 14-cü sualda və 15-ci suala baxaq. Deməli, 15, 14-ə baxdıq və 15-ci suala baxaq. 15-ci sualda deyir ki, xəritədə xüsusi işarələnmiş ərazilə bağlı verilmiş məlumatlar müəyyən edin. Bu ərazini təxmin edə bilmirik. Burada yaxşı xəritədə görünmür. Ona görə bunu keçirik. 16-cı suala baxırıq. 16-cı sualda deyir ki, uyğunsuzluğu müəyyən edin. Osmanlı dövləti əleyhinə yaradılmış müqəddəs ittifaqa qoşulmamışdı. İngiltərə, doğrudur bu. Uyğunsuzluğu istəyir. Səfəvilərlə əbədi dostluq müqaviləsi imzalanmışdı. 1-ci James 1629, deməli, James Yakovdur. Yəni 1629-a qədər 1621-ci ildə əbədi dostluq müqaviləsi imzalanmışdı. Düzdür. Yanlış istəyir. 20-ci əsrin əvvəllərində Böyük Britaniya seçkiləri liberallar qələbə qazandı. Doğrudur. Məsələn, Woodrow Wilson, daha doğrusu burada Lloyd George idi. 7-ci, deməli, 6-da, deməli, ona növbəti olur. Burada qeyd edilir ki, 19-cu əsrin 1-ci rübündə İngiltərənin sənaye burjuaziyası hələ də hakimiyyətdə təmsil olunmurdu. Xeyr, 1-ci rübündə düzdür, təmsil olunmurdu. 1832-ci ildə təmsil olmağa başladı. Deməli, bu da doğrudur, yanlış götürəcəyik. 19-cu əsrin əvvələn İngiltərə burjuaziyasının əksəriyyəti Fransaya qarşı müharibəni dəstəkləmirdi. Xeyr, dəstəkləyirdi əslində. Burada doğru cavabımız Y variantıdır. Çünki müharibələr əslində deməli 19-cu əsrin əvvəllərində Fransa ilə İngiltərə arasında müharibələr baş verib. 17-ci sualda qeyd edilir ki, verilənlərdən biri Şimali Azərbaycanın 20-ci əsrin əvvəlləri tarixinə aid deyil. Filiz çıxarılmasında elektrik enerjisinin istifadə olunması. Bəli, Qalakənd elektrik stansiyası var idi. A yanlışdır. Dövlət kəndlərinin icma torpaqlarının nəsli istifadə etmə hüququ verilməsi 1900-cü ildə idi. Bunu da götürmürük. Şimali Azərbaycan 20-ci əsrin əvvəlləri tarixinə aid deyil. Təbriz üsyanı zamanı hakimiyyətin əyalət əncüməninin ələ keçməsi bu var idi, amma məşrut hərəkəti dövründə olub, yəni Cənubi Azərbaycana aiddir. Ona görə də bu variant olmaz. İlk Milli Partiya Qeyrət Partiyası 1905 var. General qubernatorluğu da 1905-ci ildə olduğuna görə bunlar ikisi də yanlışdır. Deməli, C uyğun cavabdır. Və 18-ci suala baxaq. Deməli, 18-ci sualda qeyd edilir ki, 2009-cu ildə prezidentin fərmanı ilə təhsil haqqında yeni qanun qəbul edilmişdir. Xeyr,
Bu yanlışdır. Yeni qanun deyir. Təhsil haqqında qanun qəbul olunmuşdur. Bu yeni sözü özü prezident tərəfindən verilməyib. A yanlışdır. Qobustan Milli Tarixi Bədii Qoruğu 2010-cu ildə UNESCO missiyasına düşüb. 2010-cu ildə xalçaçılıq idi. Heydər Əliyev məscidinin fasadı Şirvan Abşeron memarlıq üsulunda inşa olunmuşdur. C düzdür. Doğru cavab istəyir. Elə C variantı düzdür. Nazirlər Kabinetinin geniş müzakirəsindən sonra 2016-cı ildə elm haqqında qanundan verilməsi. Bu Nazirlər Kabineti deyil. Ona görə də burada yanlışdır. 1999-cu ildə təhsil islahatlarında dövlət komissiyası yaradılması 98-də idi. Ona görə də burada Y də uyğun deyil. 19-cu sualda Monqol ağalığı dövrünə aiddir. Sənətkar və tacirlərdən tamğa vergisinin alınması aiddir. İstifadəsiz qalmış torpaqların bayrağı adlanması düzdür hülakilərdə. Feodallarda mülklərin idarə etmək üçün icazə kağızının yarlığına alınması düzdür. Rabitə islahatı keçirilib hülakilərdə. Hökmdar və ailəsi məxsus torpaqların qopçur can köçəri maldarlardan alınır. Ondan can vergisinə çevrilir. Burada torpaq mülkiyyəti deyil. Ona görə də Y uyğun cavabdır. 20-ci sualda xəritədə rəqəmlərlə verilmiş ərazinin hadisəsi haqqında məlumat verilməmişdir. Burada deyir ki, 20-ci əsrin 90-cı ildə nüvə silahına sahib olmaq iddiasından əl çəkmişdir. Bu Ukrayna idi. Rusiyanın müqaviləsi, yəni 2 var. 20-ci əsrin 90-cı illərin 20-ci əsrin əvvəlləri bu ərazinin işğalını ingilislər başa çatdırdılar. Cənubi Afrikada 4 də var idi. Bloklara qoşulmayan hərəkatının təşəbbüskarlarından biri olub Misir düzdür 3 var. 20-ci əsrin ikinci 10 illiyində Respublika elan olmuşdur. Bunlar da aid deyil. Türkiyə CHP-nin xarici siyasətində NATO-nun üzvü olmaq üçün aparılan müharibədə iştirak etmişdir. Bu da Koreya müharibəsi var. Deməli, burada yanlış cavabımız olar 20-ci sualda C, yəni 1 uyğun cavab olar. C cavabımız C variantı doğru cavab.